nəsli. Ölkədə yaşayan Xollu Sevin oğulları bunlardır. Lotan, Şoval, Siveon, Anna, Dişon, Eser və Dişan Edom torpağında başçılıq edən Xollu Sevin oğulları bunlardır. Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timman, Şovalın oğulları bunlardır. Alvan, Malaxat, Eval, Şehu və Onam, Siveonun oğulları bunlardır. Ayya və Anna atası Siveonun eşəklərini otararkən çöldə isti bulaqlar tapan ana budur. Ananın övladları bunlardır. Dişon və ananın qızı Oylavama. Dişonun oğulları bunlardır. Xemedan, Eşban, İtiram və Keran, Esevin oğulları bunlardır. Bilhan, Zabam və Aqan, Dişanın oğulları bunlardır. Uz və Aran, Xovlardan olan başçılar bunlardır. Başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Anna, başçı Dişon, başçı Eser, başçı Dişan, Sevil torpağında qəbilələrinə görə Xollu başçılar bunlardır. Edomun padişahları və başçıları. İsraillərə bir kəs padişahlıq etməzdən əvvəl Edom ölkəsində padişahlıq edən adamlar bunlardır. Edomda Beorun oğlu Bella padişah oldu, onun şəhəri Dinhava idi. Bella öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padişah oldu. Yovav öldü və onun yerinə Temalların torpağında olan Xuşam padişah oldu. Xuşam öldü və onun yerinə Moav çölündə Midiyanları qıran Betad oğlu Hatad padişah oldu. Onun şəhəri Avid idi. Hatad öldü və onun yerinə Masekatdan olan Samla padişah oldu. Samla öldü və onun yerinə Rehfot Hanqadan olan Şaul padişah oldu. Şaul öldü və onun yerinə Akbov oğlu Bal-Xanna padişah oldu. Akbov oğlu Bal-Xananın öldü və onun yerinə Hadar padişah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Mezahab, qızı Matred, qızı Metavel idi. Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir. Başçı Timna, başçı Alva, başçı Yeted, başçı Oylavama, başçı Ella, başçı Pinon, başçı Kenaz, başçı Temman, başçı Mirsa, başçı Magdel, başçı İram sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomların əcdadıdır. Yusifin yuxuları. Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. Yaqubun tarixçəsi belədir. Yusif 17 yaşında bir cavan idi. O, öz qardaşları, atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürüb otardı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırdı. İsrail Yusifi bütün oğullarından çox sevirdi. Çünki Yusif onun qocalıq çağının oğlu idi. O Yusifə əlvan paltar tikdirdi. Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər. Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar. Yusif onlara dedi: "Gördüyüm bu yuxuya qulaq asın.
Biz zəminin ortasında dərs bağlayırdıq. Mənim dərzim qalxıb dik dururdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim etdilər. Qardaşları ona dedilər, doğrudanmı sən bizə padişah olacaqsan, hökmranlıq edəcəksən? Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər. Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi. Yenə bir yuxu gördüm. Gördüm ki, günəş, ay və 11 ulduz mənə təzim edir. O yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi. Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı mən anam və qardaşlarını yerə əyilib sənə təzim etmək üçün gələcəyik? Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı. Qardaşlarının Yusifi satması. Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekimə getdilər. İsrail Yusifə dedi, qardaşlarının Şekimdə sürü otarırlar, gəl səni də onların yanına göndərim. O atasına dedi, getməyə hazıram. İsrail yenə ona dedi, get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı, sonra mənə xəbər gətir. Beləcə onu Xevron vadisində yola saldı. Yusif gəlib Şekimə çatdı, çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam nə axtarırsan deyə ondan soruşdu. O dedi, mən qardaşlarımı axtarıram, mənə de, görüm onlar sürünü harada otarırlar. Bu adam dedi, buradan getdilər. Çünki mən onların Dotana gedək sözlərini eşitdim. Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı. Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. Qardaşlar bir-birlərinə dedilər, budur, yuxu görənimiz gəlir, indi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı, onda görərik yuxular necə çin çıxır. Rubin bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi, gəlin ona toxunmayaq. Rubin onlara qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın dedi. Bunu ona görə deyildi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı tartıb çıxartdılar, özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. Qardaşlar çörək yemək üçün oturdular, onlar başlarını qaldıranda gördülər ki, Kiliyadan İsmaillərin bir karvanı gəlib, onların dəvələ ədviyyat, balzam və ətiyatla yüklənmişdir və onları Misrə apardılar. Yahuda qardaşlarına dedi, əgər qardaşımızı öldürüb qətil örtbas etsək, bunun nə xeyri olar? Gəlin onu İsmaillərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır. Biz eyni qandanıq. Qardaşlar onun sözü ilə razılaşdılar. Oradan Midiyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillərə 20 gümüşə satdılar. Onlar da Yusifi Misrə apardılar. Rubin quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O paltarını çırdı, sonra qardaşlarının yanına qayıdıb dedi, uşaq yoxdur, bəs mən nə edim? Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər, biz bunu tapdıq, gör oğlun paltardır ya yox.
O paltarı tanıyıb dedi, bu oğlumun paltarıdır. Yəqin onu vəhşi bir heyvan yeyib həqiqətən Yusif parçalanır. Yaqub öz paltarını cırdı və belinə çul bağladı. O uzun müddət oğlu üçün yas tutdu. Bütün oğullar və qızlar ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi. Kədərlə oğlumun yanına, ölülər diyarına enəcəyəm. Beləcə atası onun üçün ağladı. Midyallar isə Yusifin Misirdə Fironun bir əyanı olan mühafizəçilər rəisi Putifara satdılar.